Daha 2 günəş elektrik stansiyası layihəsi üzrə müqavilələr imzalandı. Belə ki, Naxçıvanda ümumi gücü 50 meqavat olan 2 günəş elektrik stansiyası tikiləcək. Ümumi investisiya dəyəri 60 milyon manatdan çox olan Şəms 1 və Qərbi Üfüq günəş elektrik stansiyaları bölgədə yaşıl inkişaf modelinin formalaşmasına mühüm töhfə verəcək. Qeyd edək ki, bu layihə dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşır. Elektrik stansiyalarının tikintisi ilə bağlı müqavilələr Azərbaycan hökuməti və Azərenerji Açıq Səhmdar Cəmiyyəti ilə 2 özəl şirkət arasında imzalandı. Sənədlərin imzalanması mərasimində iştirak edən Energetika naziri Pərviz Şahbazov qeyd etdi ki, hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44%, istehsalında isə 36,4% təşkil edir. Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.